Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırıqlarına uyğun olaraq bayram günləri ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sumqayıt Su Kanalı İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bayram günlərində Sumqayıt Su Kanalı İdarəsində 24 saatlıq növbətçilik təmin olunub. Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədi ilə bütün təşkilati və texniki tədbirlər görülüb, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərir. Hal-hazırda bayram günləri ilə əlaqədar olaraq Sumqayıt Su Kanalı İdarəsi gücləndirilmiş iş rejimində işləyir, qrafiklər tətbiq olunub və qrafikə əsasən işlərimiz davam edir. Hər hansı bir ciddi qəza baş verərsə, qəzanın aradan qaldırılması tərəfimizdən həyata keçiriləcəkdir. Hal-hazırda da heç bir problem yoxdur. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satış İdarəsinin Sumqayıt elektrik şəbəkəsi də Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirib. Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal 199 çağrı mərkəzinə və rəsmi Facebook, Instagram səhifələrimizə müraciət etmələri xahiş olunur. Sumqayıt elektrik şəbəkəsində gücləndirilmiş iş rejiminə keçirilmişdir. Hal-hazırda Sumqayıt elektrik şəbəkəsində Sumqayıt şəhər ərazisi və eyni zamanda Sumqayıt şəhərin ətraf yaşayış massivlərində heç bir qəza açılmamız yoxdur. Hər yerdə hörmətli abonentlərimiz keyfiyyətli elektrik enerjisinə təmin olunub və buna baxmayaraq hər hansı bir qəza olarsa, dərhal operativ personal əməkdaşlarımız tərəfindən qəza aradan qaldırılıb, abonentlərimiz elektrik təchizatına təmin olunacaq. Azərqaz İstehsalat Birliyi Sumqayıt qaz istismarı sahəsi Novruz bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əsasən, qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başındadırlar. Abonentlərdən xahiş olunur ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 7/24 fəaliyyət göstərən 104 çağrı mərkəzinə zəng edərək məlumat versinlər. Azəristrik Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı və Ramazan bayramı günlərində abonentlərin keyfiyyətli və dayanıqlı istiliklə təmin etmək məqsədi ilə qazanxanalarda və istilik məntəqələrində müvafiq tədbirlər həyata keçirilib. Hal-hazırda bayram gününə əlaqədar bizim də təşkilatda gücləndirilmiş iş rejimi təşkil olunmuşdur, cədvəl tutulmuşdur, növbətçilər təşkil olunmuşdur. Hər hansı bir istehsalatda zəruri hallar baş verərsə, onların aradan götürülməsinə tam hazırıq. Ehtiyat materiallar hazırlanmış, ehtiyat avadanlar hazırlanmış, texnikalarımız saz vəziyyətdə gətirilmişdir. Hal-hazırda bu bayram günlərində heç bir ciddi zərurət baş verməmişdir. Hər şey normal halda 25 qazanxana fəaliyyət göstərir. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.